Siz dostlar, salamlar. Hər vaxtınız xeyir olsun, gününüz xoş başlasın, xoş xəbərlərlə davam eləsin və xoş bir şəkildə bitsin arzu edirəm. Bu gün sizlə hazırlıqlar eləyəsiyox. Əslində bir neçə videonu bundan öncə çəkmişəm, amma bundan sonra yükləyəsiyəm. Belə bir açılış etmək istedim. Sizi salamlamaq istedim. Və bu gün biz hazırlaşırıq Əsra xanımın ad gününə. Mən inanın ki, 3 uşaq anası olaraqdan elə bilmişəm ki, Esra'nın bu il 6 yaşı bitirmiş. Sən demə 5 yaşı bitirmiş. Həqiqətən yəni buna deyən ki, buna 6 bitir. Yəni dirəşmişəm ki, 6 yaşı bitir Esra'nı bu il deyil. Sən Allah saylamaya hesablayıcı olmasın. Hesapladım gördüm, ha həqiqətən 5 yaşı bitirmiş. 3 uşaq anası belə olur. Əsas uşaqlarımızın adını yadımızda saxlaya bilirik. Arasına o da qarışır, amma nəysə danıq. Ötən səfər ha diyor. Kimə deyirəm? Deyəm, o mən oğlumla nə idi? Hərdən yəni elə də bir şeylər baş verə bilir. Amma qorxusu yoxdur da, olan şeydir. Deyib ki, çox bilməm, o olan şey dəqiqdən yoxsa yox. Her neyse. Obşum Esra'nın yubileyiymiş sentime. Akazıvıçka. Ona göre de bugün yani bu sefer biraz xüsusi olarak hazırlaşmasın. Zaten həmişə xüsusi hazırlaşırım. Daha vaxt ümumi hazırlaşmışam şu an uşaqlarına gündə. Amma bilmem, yine de bu biraz bir tık abartmaq istəyirəm. Əslində özlərindən olsa uşaqlar nə istəyirlər? Ancaq tort, bir de tullanmağa yer, gəzməyə hardasa. İndi oraları bilmirəm, hava yenə soymağa başlayıbdı. Mən havada tə olası gəzə bilmərəm yəqin ki, çünki soyuqdur. Bu gün səhər donmuşam, inanın ki, pencəkdə getmişəm, amma hava buz idi. Maşında peçi zadı qoşmuşam təzəvvürcətən. Yenə 2 gün günəş çıxdı. Bizə yalanla yay yaşatdı. 27 dərəcə idi 2 gün təzəvvürcətən. Bu gün amma əməlli başlı soyuq idi. Şimdi yəqin ki, gəzməyə getmərəm, amma belə qapalı yerə getsək, bilmirəm, bəlkə moda çəkərəm, çəkmərəm, oralarını dəqiq verməmişəm. Biz zaten günlərimizi həmişə evdə qeyd edirik. Bu ildə yəni evdə özümüz qeyd edəcəyik. Qonaq çağırım, kimləri sizə dəvət edeyim. Zaten elə şeylər bizdə adətən yoxdur, bilməm niyə. Özüm də bilmirəm, amma yəni eləyən də deyilik də. Ona görə də belə özümüz yenə olası yox, amma həmişə kimi hazırlıqlarım olasıdır. Tort bişirəsiyəm, kek bişirəsiyəm. Bu ilki temamız, bundan sonraki videolarda demişəm. Qoy başda bir daha deyim. Dəniz qızı teması olasıdır. Çünki Esra dəniz qızı, o da multikdə baxır, deyim, mən dəniz qızı olmaq istəyirəm. Ona görə buna aid bir neçə şeylər almışam. Gəlin sizə o videoları yükləyim. Ardıca da axşam ev bəziyyəsi yox. Uşaqlar yatdırandan sonra axşam 12-də özüm uşaqlardan əvvəl yoxlayıb qalmasam, bu axşam ev bəziyyəsi yox, şarik falan, şişirəsi yox, nəqərəsi yox, hamısını gizlətmişəm bir yerlərə. Obşim, bugün məndənsiniz, getdi hazırlaşmağa. Bir dəqiqə dayanın. Yeni ayda bir şey yadıma düşdü, qoyuq deyim, sonra keçim. Deməli, o vaxtı Esra'ya hamile olanda hamı deyildi ki, ha vaxt oğlasıda, vaxt oğlasıda. Həkim də ayın 14-dən sonrama demişdi Esra'nı. Kim sorsa deyirdim ki, ayın 9'u. 9'u da oğlası, 9'u da oğlası. İnanın ki, ayın 9'u da oğlası. Esra'ya deyəm, malades mamiya qulağa, sən qızlar nasılsın, alaldısa. Obşim, 9 may belə insanlardan ötürü qələbə günü olsa da, məndən ötürü xüsusi bir qələbə günüdür. Tak işte bu sefer həqiqətən getdik. Ay da hazır yatır. Uşaqlar demolikə baxırlar. Mən də qaça-qaça kladovkayı gizlətmişdim. İnanın ki, yəni həblə şeylər eləyəndə gizlədə aparam. Uşaqlar görməsinlər deyə Esra'ya hədiyyə almışam. Belə bir çox xoşum gəlir. Belə bir şey var. Səssiz danışıram ki, qoy eşitməsə ya da güzdə qapı örtüm elə danışıram. Çünki çöldə də maşın səsləri gəlir. Yəni səsimi eşitməyəzdim. Oranı örtdüm, indi də ütü dıcıllamaya başladı. Hər neysə, alnımıza yazıldı. Və bunun içərisində möhtəşəm bir şey var. Özüm görəndə ürəyim ciyətdi. Yəni, deyiləm ki, Esra'nın ürəyi ciyəsidir. Esra xanıma belə bir don almışam. Çox qəşəngdir. İnanın ki, punkt ödəcədə aşmışam. Elə xoşum gəldi, amma böyüklərdən ötürü olar var. Yəni, mən özüm də alıb çiynədim. Kız anası yani sözləsin mənasında çox bəyəndim. İndi bunu ütüləyəcəyəm, qoy asımı ütüləyim, daha qəşəng göstərəcəm sizə. Onu da deyim ki, bu il Rusalka, yəni dəniz qızı konsepti hazırlayacağam Esra'nın gününə ötürü. Çünki özü ötən səfər cəhdim var ki, bəs mən Rusalka donu istəyirəm. Mən də fikirləşdim, belə ayaqlı falan olan modeller falan var idi. Düzü xoşuma gəlmədilər. Həm uzun olur, uşağın gəzməyə mümkün olmur. Tamam,
həm də bir dəfə geyinir, yəni bir dəfə geyinsə belə yenə mənasızdır. Necəsə bilinir ayağını quyruqla falan. Belə məntiqsiz bir şeydir buna görə. Bilmirəm, bəlkə Esra xoşlayardı da, amma elə şeyləri geyinəsən, nə bilim, fotosesiyada oturur, dəniz qırağında falan eləsən, Amma yoxsa mən evdə alam quyruqlu, yəni ayaqlı gəzə bilməsin, heç bir mənası yoxdur. Ona görə mən axtardım, belə bir don tapdım və əminəm ki, Esra'nın ürəyi ciyəsidir bundan ötürü. Yəni qəşəng-qəşəng ütüləyim. Ütüləyəndən sonra qardırobumun arasında gizlətməliyəm. Çünki hər yeri işəliylə, inanın ki, evdə elə şeyləri mən tapmıram. Deyirəm, uşaqlar yeni falan şeyi tapın gətirin, tapıb gətirirlər. Yəni məndən daha yaxşı bilirlər hər şeyin yeri. O görə də yəni qəşəng gizlətmək lazımdır paltarlarımın arasında falan. Və sadəcə bu bir neçə gündə otağıma girməyə qoymayayım. Amma çox qəşəngdir, çox şirindir, rəngi falan da qəşəngdir. Özü də qəşəngdir. Nətərdir sizcə? İndi Esra'ya aldığım hədiyyəmi də göstərəsiyəm sizə. Bir akvagrim almışam, onu da gizlətmişəm kuxnada. Hərəsini bir tərəfdə gizlədirəm ki, birini tapası olsalar, bir dənə tərəfdə hər şey hər yerə dırmaşırlar, inanın ki. Bu birini tapası olsalar, başqa bir şey tapmasınlar, sürpriz kimi qalsın. Çünki məsələn ötən səfər Əsgərimə günü idi, çıxma günü idi. Hədiyyə almışdım, gördü, verdim. Sonra gündə gəldi ki, hədiyyə ver. Demək oğlum, mən sənə hədiyyə verdim. Yandarım. Demək oğlum, mən sənə hədiyyə verdim, dedi, yox. Bəs sən o əvvəldən verdin, gündə bir dənə hədiyyə verməz. O dərdini gizlədir. Gör, mənə dərdimə bax, gör, mənə çəkdiklərime baxın, sizi tutsa. Donu ütülədim. İndi sizə aldığım hədiyyəni göstərmək istəyəm. Görün kimə tanışacaq, uşaqlıq olsa da doza düşüb. Eynisini tapamadım düzü, bizim sırf uşaqlığımızdakı kimi olanlardan. Amma bənzərini almağa çalışdım. Bu arada dəniz qızı temalı olduğuma görə dəniz şeysi almışım. Şu an müsvayətimiz bunun ibarətdir. Belə almışam ki, bu kənar hissələrini, həm saç aksesuarlarını, belə qolbaqlarını, molbaqlarını qoyar. Sonra da bağlayır. Amma əminəm ki, molbaqdan ötürü falan istifadə eləməyəsidir. Sırf hələ oxusun deyə istifadə eləyəsidir. Amma çox qəşəngdir. Leşlərimi götürüb gəldim. Deməli, bu il Esra'ya da qulaqlıq qoyasıyam. Bu peçatlardan qoyasıyam. 2 dənə də belə xırda şiriniyat şeylər qoyasıyam ki, uşaqlar açanda nətəriyələr peşman olmasınlar ki, ay göldə yeməli şey tapmadım. Şu gəldi Esra. İşte o hey. Gel pamagat elə, gün pamagat eləyəcəsən. Ne var? Bu eşyalar kömür olanlardır əslində. İçimdə lazım olsa istifadə edəsən. Mən almışam ki, belə olsun. Belə bir konfet almışam. İndi bunları yerləşdirəm. Deməli, başlayırıq Esra xanımla bərabər işə. Hərəsinə belə bir dənə qoyuruq. Bloknot. Когда у тебя наносина? Девятого мая. Что? 9 Сафта? Сахтра, нет, сахтра. Мам, я хочу сейчас у нас вот это. Koy. Arasına bir tane peçay, bir tane böyle peçeni, Так. Мама. bir tane de böyle yanına da hiç bilmiyorum yani içerisinde nakliyatıyla uşaqlar xoşlayırlar diye. Ve bağlıyorum da ki bilmiyorum içerisinde sok da aldım, əlavə elədim. Qərar verməmişim hələ ki bu şəkildədir. Rusiyada hər ay günləri olanda belə uşaqlara hədiyyələr aparırıq. Hədiyyələr yox da, yəni belə şirinlik kimi, çünki torta icazə yoxdur torta aparmağa. Ona görə hər uşağa belə bir tatlı niyyətlə bir şey hədiyyə edirik. Yəni istəyənlər ancaq yeməli şeylər hədiyyə edirlər, istəyənlər belə yeməli şeylər hədiyyə eləmirlər, ya da qalan şeylər hədiyyə edirlər. Amma mən, yəni 3 uşaq anası olaraq da uşaqların ad günlərində gələn hədiyyələrə baxaraqdan bu qənaətə gəlmişəm ki, içərisində yeməli bir şey olmayanda inanın ki, uşaqlar çox peşman olurlar. Hisslənirlər. Ona görə içərisinə həm belə istifadə edə biləcəklər bir şey əlavə edirəm, həm də yeyə biləcəklər bir şey əlavə edirəm. Ki peşmançılıq olmasın sonra. Hədiyyəliklərimiz hazırdılar. Belə 4 dənə rəng var. Bu cəhrələrin içərisinə. Подписывайтесь на канal. Сейчас подожди Esra. Deməli bunların içərisinə qızlar üçün qoymuşam. Bunları da belə qızlı oğlanlı qarışıq qoymuşam ki, əsasında ağın yaşılın içərisinə belə oğlanlara aid qoymuşam ki, müəllimə də deyərəm verəndə ki, bəs yəni oğlanlara aid şeylər var içərisində. Nakleykalar, peçatlar falan olsun. Çünki belə
qızlara aid peçatlar var və bunların da həmçinin üstündə qızlara aid və yaxud da oğlanlara aid olanlar var. İçərisində tatu olduğuna görə bilirəm ki, sonra dava düşmə ehtimalı var uşaqları bir sözdə. Buna görə belə fərqli elədim və 32 dənə hazırladım. Çünki 32 uşaqlar qrupda düzdür, hamısı hər gün gəlmir. Hər gün gələnlər 20 nəfər falan olar. Amma müəllim dedi ki, yəni ay gününə yaxın deyə bilərəm nə qədər adam lazım, nə qədər uşaq lazım getmək. Mən də fikirləşdim ki, yəni birdən 20 dənə apardım, 21 dənə uşaq oldu həmin gün. Yəni pis olmaqlarındansa elə ən yaxşısı nə qədər uşaq varsa hamısını aparım, uzaqbaşı şkaflarına qoyarlar hansı gəlməsi. Çünki belə may bayramları ərəfəsi olasıdır deyə son günlərdə hamı gəlir. Ki uşaqlarımız 4-5 gün evdə qalasıdır uğursuzda. Qoy aparaq biraz istirahət eləyək ola gələnə qədər və yaxud adamların planları olur. Bayram qabağı. Ona görə də hamısını hazırlayası oldum. Bunları aparım, yerləşdirim. Bitdi. Götür əsgər, onlar artıq qalxdı onsuz da. Bu, bəyək sonra da qırığın da o gəlki, ondan istəyəm, bu gəlki, bundan istəyəm. Özdə abablarını aldığım gün hərəsindən hamısına bir dənə vermişəm ki, sonra da yığanda bir də beş açılıq eləməsinlər ki, ondan istəyəm, bundan istəyəm. Yəni xeyri yoxdur. Bəyək ay günü söhbəti. Ay gündə hədiyyə alıb əvvəldən vermək söhbətinə döndü. Götür bloknot, bir dənə C-tabli yapdı. Var da yaşıl var, bab da. Ne qoşdu? Не, у меня такой есть. Və yaxşı götürənsiniz sizin. Общем, onlar da artıq qalırlar. Onlar da gələn ay günlərində görüm kimin ay günündə istifadə edirik. Belə. Ручки можно помыть. Bu arada yadıma düşdü, belə bir fontan almışam günəş işığında işləyəndə, günəş şüalarının altında işləyir təkcə. Bayaq içəri qoymuşdum evdə, işıq düşən yerə. Bunlarda konsert verəsi oldular. O yadıma düşür, gətirmə bura qoyum, bütün quşlar yanına gəlib su içmək istəyirlər. Bundan ötürü başqa bir qab almaq lazım. Təbii ki, o qabda saxlamaq olmaz. Daha böyük bir qab lazımdır. Suya xoş olmuşdu da. Bunlar çiməllər quşlardan əvvəl. Ay, yıxılmışdı. Hər şeyi töşüdülər, sıraz gətirib ayağımın altına. Özü də açıq-açıq. İnşallah ayağımın altında peçat düşməydi. Yoxsa hər yeri yedinaraq eləyə-eləyə cəzasıyım mən. Что ты хочешь? Я хочу быть русалкой. Rusalka olmaq istəyirsən? Ты сама rusalka. Rusalka sən olmaq istəsən. Sən niyə rusalka olmaq istəyirsən? Niyə mənim başım çıxmır? Потому что мне нравится только вода. Nə xoşa gəlir? Потому что мне нравится только вода. Qavada? Да. Qavada nədir? Не вода, а вода. Ha, vada. İçinmək istəyirsən, üzmək istəyirsən? Qız quş gəldi gənə. Я хочу быть Qızım, quşlar bizi gələcək bilirlər. Bilirlər ki, biz də lava istəyirik. Я хочу быть с русалками. Ладно. Xalası. А я хочу быть... Şapalaq baxsan sən. Sənə qəşəng döymək lazımdır ki, ağlın başa gəlsin balaca. А я хочу быть Dəyə qoy. блогером. Я хочу быть блогером. Çəkdiyim quş hər dəfə, hər gün gəlir bizə. Havalar istiləndən sonra da hər gün gəlir. İndi ha burada dayanır, orada biraz çörək tökmüşəm. Çörəkləri yeyir. Abi çok bilirlər ablacığım. Çox dayansın. Baxın adam xoşda gəlir. Çik-çik qoxuyur indi bax. Hardasa yenə cizət də bunların əlində. Oşum oraya çörək qoyuram ki, gəlib yesinlər. Oşum quşlardan ötürü də həyətə bir şeylər almaq lazımdır. Beynimə gəldi girdi. Ceyim müharibesi biraz eşəliyib yola tapırım. Əsra xanımın başı qarışdı. O da bacısıyla Batuda tulanlar. Bu arada buna ait bir video çəkmişəm. Növbət vloglarda paylaşasım. Ay günü düşdü deyə araya o vlogu sonraya saldım. Yəni o paylaşmamışım hələ ki ay gəlir deyəsən. Başım başı qarışmış indi gündürəsiyəm. Dedim qoy tort hazırlıqlarını eləyim Əsra xanımın. Bundan hazırlayasıyım. Yəni görüm nəyə gəlir. Buna baxıb sonra gəlim dalğı sizə danışasıyım. Deməli, biskviti bundan hazırlayacağım. Ötən səfər öz günümdə də bundan hazırlamışdım. Bu yaşlılığını almışdım. Amma bunun otizmlərini alandan sonra oxudum niyəsə. Bəs yazırlar ki, rəngi qəşəng tutmur. İnşallah istədiyim rəngdə alınır. Çünki Əsra bu rəngi xoşlayır. Yəni sırf bundan ötürü almışam ki, bəs rəngi bu rəngi olsun. İçərisində kəsəndə xoşuna gəlsin. Obşim, indi hazırlayaq. Belə ilk öncə yumurtanı, yağı və südü götürdüm qaba. Qarışdırdım hamısını. Bir şütə halına gələnə qədər. Qeyd edeyim ki, yağ otaq şəraitində idi, yəni otaq temperaturunda idi və üzərinə simesimi əlavə edirəm.
və hamısını yenidən qarışdırıram. Hələ ki, rəngi çox qəşəng görsənmir, oradan tam aydın görsənmir, amma rəngi çox qəşəngdir və göndərirəm pişməyə. Biskvit bişən ərəfədə dedim bir dənə də cupcake hazırlayayım. Deməli, un götürmüşəm. Onun üzərinə qabartma tozu ilə soda əlavə edirəm. Üzərinə kakao əlavə edirəm. Hamısını yaxşıca qarışdırıram və hələlik bir kənarda gözlədirəm. Və başqa bir qabda yumurta götürmüşəm. Yumurtanın üzərinə şişə toz əlavə edirəm. Birazcıq qarışdırıram mikser yardımı ilə. İşte o! Vah, elin necədir də, bilməm nə deyir, sevinir hazırlanan şeyləri. Bu da gördü. Подписывайтесь на канал и ставьте лайк. Обязательно, надо уже, sən dedinsə. Потому что я тебя люблю, ты красивая, ты цветочки. Ты сама цветочек yerimdən. Hələ arasında cəmaat tərifləyəcəyir isə. Atas da qavarız. Oğlum sənin, mikserin səsindən eşitmir. Avşin belə azca çırpdım və mikseri saxlayıram. Bura duru yağ əlavə edirəm. Yenə azcıq qarışdırıram mikserlə. Və bayaq qarışdırdığım un, kakao qarışımından azcıq bura əlavə edirəm. Hamısını yox, 1/3 hissəsini. Mikserlə qarışdırıram. Daha sonra bura süd əlavə edirəm. Südün də hamısını əlavə eləmirəm. Südün də 1/3 hissəsini əlavə edirəm. Yenidən qarışdırıram mikserlə. Yenidən unun qalan hissəsini əlavə edirəm. Unu və südü bu şəkildə sıra ilə əlavə edərək qarışdırıram. 3 dəfəyə hamısını qarışdırıb bitirirəm. Unun və südün hamısını yaxşıca qarışdırdım və bura son olaraq qaynar su əlavə edirəm. Yenidən mikserlə yaxşıca qarışdırıram. Və qarışımımız hazırdır. Bu şəkildə çox zərif bir kek xəmiri əldə edirik. İndi artıq bişirə bilərik. Mən belə kağız kek qablarından istifadə edirəm. Hamısı eyni ölçüdə olsun deyə tərəzidən istifadə edirəm və belə daha tökmək rahat olsun deyə belə meşoka əlavə elədim. İndi bura hamısını eyni ölçüdə əlavə edirəm. Təxmini 50 qram. Она только что вот это подвигала. Nичего. Если вот это взяла. Yasızla qoymurlar, mən işləyim qoymurlar, mən video çəkimin onun için. Nəysə, 2 dəqiqə başlar qarışdı qoy çəkim videomu. Belə 50 qram hamısını əlavə edirəm və belə qabım var dəmirdən, ora əlavə edirəm. Baxın, məndə belə 11 dənə cupcake alındı. Bu hazırladığım ərzaqlardan. Ərzaqların miqdarını videonun aşağı açıqlama qismində qeyd ediləcək. Mütləq nəzərə salın. Daha çox hazırlamaq istəsəniz ərzaqların miqdarını 200 dəfə artıra bilərsiniz təbii ki. Və belə folqadan belə yumru hazırlamışam və bunu birini buraya yerləşdirirəm. İkincini də belə əlimlə yumrulayıram. Onu da bir digər tərəfini buraya yerləşdirirəm. Hamısını bu şəkildə hazırladım. İndi qoyuram 180 dərəcəli sobada bişməyə. Tortun biskviti hazırdır. Arasını kəsməmişəm hələ, çünki isti haldadır. Amma artıq bənövşəyi görsənir, yəni kəsəndə daha qəşəng görsənəz ihtimalə gəlir. İndi gözləyəm tam soyusun, soyandan sonra kəsəsiyəm. Top gözləyim məndən. Verməyəcəm mən sənə, tut. Tut, verməyəcəm. Biskvitlərin içərisi bu şəkildə görsənir və indi bağlayıb qoyuram ikisini də. İkisi ayırdım bu arada və az olacağına görə bir dənə başqa şokoladlı kek hazırladım. O da hazırda bişir sobada. Digər keklərim də bişdilər. Bu şəkildə alındılar. Gördüyünüz kimi formasını aldılar. İndi bunlar da soyuydular. İndi bunları da hələlik bağlayıram. Sabah bəzəmə işləmində keçəcəyəm. Əşya aksesuarlarımı çıxartdım. Üzüklərimi, saatlarımı, sırğalarımı çık eləyib tərpəndikcə mən iş görəndə ürəyim sıxılır olar. Çık eləyə dolandı, bana narahatçılıq verə dolanda. Saçlarımı yığdım və keçirəm tortu bəzəməyə. Ən sevimli hissəm. Bu arada
daddan ötürü bir dənə içliyim var idi. Ondan əlavə eləmək fikrim var. Çünki dadı qəşəngdir. Həm də ötən səfər hazırladığım tortdan qalmışdı. Qoy onu istifadə edək, daha dadı qəşəng olsun. Amma ondan əvvəl kremini hazırlayacağam. Və kremi biraz çox götürmək fikrim var. Çünki məlum məsələ keklər də var. Keklər də bəzəməliyəm. Tort da, qatı da yəni çox olasıdır. Ona görə çoxlu kremi özdə. Çoxlu kremə ehtiyacım olasıdır. Hələ ki işliyi götürüm yadımdan çıxmasın. Çünki bir şey eləyəsiyəm deyirəm. Sonra tortu yığandan sonra yadıma düşəsi ki, işliyi əlavə eləmədim içinə. Elə şeylər eləməmiş deyilik yəni. Buna aid bir prikol var amma bilməm o da danışım sizə yox. Nəysə irəliləyən dəqiqələrdə baxarıq. Tortu aydın qaydada hazırlayacağım, yığaslayam. Yəni əvvəlcə korj, biraz sadasıyam, sonra krem, sonra işlik. Yəni bu video çox belə tort resepti olmadığına görə hamısını çəkib göstərməyəcəm və bu şokoladlı biskvitdir. Bilməm ötən səfər axşam göstərdimmi, yoxsa göstərmədim də. Bu da bu fioletovi olan içərisi. İndi tortumu yığım. İşıqlarımı söndür niyəsə. Mən heç belə şey görməmişdim. Qaranlıqda qaldım biraz. Hava tutqundu deyə. Biraz şeydir. Tünd oldu habralar. Nəysə işləyim mən. Sonra göstərəcəyim sizə sonda. Deməli tortumu hazırladım. Üstünü, yəni tam bəzəmədim. Sadəcə ilk adi ağ krem sürdüm. Bunu qoydum ki, biraz özünü tutsun. Tutandan sonra üstünü bəzləyəcəm. Üstünü bəzəyəndə sizə göstərəcəm. Və kekləri çıxartdım ki, onları bəzəyim. Kekləri iki rəngdə eləmək istəyirəm. Çünki tortu da iki rəngdə eləmək fikrim var. Bir belə bənövşəyimsi mi deyim, cəhrayımsı mı deyim, ikisinin qarışığı. Bir de yaşılla göyün mü qarışığı deyim, yoxsa bir yozuvi rəng var, onun mu eləsəm? Tam qərar verməmişəm, rəngi tam alandırandan sonra sizə də göstərirəm. Belə biraz həm mavi tonlar olsun istəyirəm, mavi yoxdur, belə yaşıl fason, su yeşili falan deyirlər, türklər, elə bir şey. Və biraz da cəhrayılı, bənövşəli bir şey. Çünki mən burada belə bir şey almışam tortun üstünə qoymaqdan ötürü. Vafli, saxarlı vaflidir. Yəni burada belə o tonlar var üçün. Görək nə ara bildim, nə yarıda bildik bu gün. Bir damcı cəhrayı rəng tökdüm. 2 damcı da bənövşəyi rəng. Belə çox şirin bir rəng alındı. Və nasıdqa olaraq da bunlardan üçündən birindən istifadə etmək istəyirəm. Məncə bu ortadakı çox nazik olasıdır. Bu da çox geniş olasıdır. Bu daha yaxşıdır deyə düşünürəm. Ona görə bu nasıdqadan istifadə eləyəsiyəm. Baxın, indi bir dənəsini hazırladım. Digərini sizə də göstərmək istəyirəm. Keki götürürəm əlimə, belə bu qaydada. Və buradan başlayaraq bura qədər getirirəm. Tam axıra qədər yox, belə yarıya qədər. Bu şəkildə. Belə hazırladım və ondan sonra bu hissəsini sağdan sola doğru getiririm. Biraz ucunu da düzəldirəm və dəniz qulağı deyirlər, səhv eləmirəmsə o forma alındı. Belə bəzilərini bu rəngdə eləyəcəm, dediyim kimi bəzilərini də başqa rəngdə eləyəcəm. İndi bir yenə göstərim sizə, siz də qızlarınızdan ötürü hazırlamaq istəsəniz, təbii ki, oğlanlardan ötürü də hazırlamaq olar. Sadəcə belə dəniz qızı temalara aiddən qızlardan ötürü eləyirlər deyə deyirəm. İçərisində hava qaldı biraz. Eybi yox. Çox qəşəng oldu məncə, çox şirin oldu. Üstünü də indi bəzəyəsiyəm. Digərlərini də eyni qaydada hazırlayırım. Dostlar, bir damcı da bu biryozovi rəngdən əlavə elədim və bir damcı yaşılı qarışdırdım. Belə bir rəng alındı. İstədiyim rəngi alındıra bildim yəni. İndi və bundan ötürü də indi sizə göstərim. Bu digər göstərdiyim nasatqanı istifadə edirəm. Daha böyük ucluqlu. Amma yəni baxın, elə bir fərqi yoxdur. İkisi də bir-birinə bənzəyir. Burada eyni formada bəzəyirəm yenə. İndi üzərlərinə bundan əlavə eləyəcəyim. Hayf ki, cəhrayım yox imiş, qutartmış. Daha belə xırdalarından var, ulduzlar falan var. Bunlardan əlavə eləyirəm yəqin ki, cəhrayların da üstünə. Amma beləsi olsa daha qəşəng olardı. Daha neysə. Делать нечего, ruslar demiş. Əslində bunlara da əlavə eləmək olar. Mavili daha
qəşəng görsün. Baxın, cəhrayın üstündə daha qəşəng görsəndir. Nəinki bunun üstündə. İndi bunları da biraz cəhrayı əlavə edəyim. Qoy bunları əlavə edeyim biraz. Baxın, belə əlavə elədim. Biraz ulduzlar var idi, cəhraylar var idi. Hamısından tökdüm. Qəşəng görsənsin və biraz da mənim zərim var. Bütün günümdən qalan. Bundan əlavə eləmək istəyirəm. Düzdür, bunu istifadə edəndən sonra həmişə peşman olurum. Çünki hər yer zər olur. Amma daha nağaraq Əsra səndən tür eləyib amma bunları. Böyüyəndə videolarıma baxasan yaxşı. Biraz səpəliyim belə. Azmaz parıllasın, severiz parıldıyı. Analı balalı. Qəşəng. Və keklərimin hamısı hazırdır. İndi qaldı əsas məsələ bunları gizlətmək. Xaldinikdə tort qoymuşam deyə yer yoxdur və uşaqlardan bunları gizlətməliyəm. Acil bir şəkildə və aydan dalıca getməliyəm. Görüm vaxt çatsa tortu bəzəyim, elə qaçım. Və indi keçirəm tortu bəzəməyə. Tortun yenə bu hissəsini, kənar hissəsini həm biraz bundan əlavə edib qarışdırasıyam. Üzərində həmçinin inanın ki, bilməm nə təhliyəsiyəm. Ona görə də burasını çəkməyəsiyəm. Biraz düşünüm, biraz eləyim görək alınlar. Alınsa sonra sizə təyin eləmişəm. O deyərəm inşallah. Bu arada həyatda da usta var. Ustaya da çay verməmişəm. Bayaq sonra da ciybələ ustaya çay da verməliyəm. Yəni qaça-qaça işləyirəm deyə ümid edirəm bu videoda mənim qüsuruma baxmazsınız. Bir azca bu rəngdən əlavə eləyirəm. Sonra bir hissə buraxıram, yenə əlavə eləyirəm. İnşallah alınır. Çəkməyəcəm dedim, amma baxmış telefonuna qoyub çəkə bilərəm sizdən ötürü. Daha sonra bu ara qismlərə cəhrayıdan əlavə eləyirəm. Bu alt qismlərə də eyni ilə cəhrayıdan əlavə eləyirəm. Və mənim belə tortdan ötürü belə bir alətim var. Bu olmasa yəni adi bıçaqla vermək olar. Bu şəkildə belə hamısını yayıram. Bəli, olur, istədiyim kimi alınır. Siz də sınaya bilirsiniz. Hər şeyi bir yerdə sizdən də sınaya öyrəndik. Çox qəşəng alındı həqiqətən. Çox bəyəndim. Sınamaqdan çəkinməyin heç nəyə dostlar. Mən onu bacarmaram, mən onu eləyə bilmərəm. Deməyin heç vaxt. Çünki insanoğlu ürəyi nə istəsə onu bacara biləcək bir məxluqdur. Prosto bəzilərimiz gərək dara düşək elə vaxtdan ötürü, bəzilərimiz gərək eləmək istəyək, eləməkdən ötürü. Yəni bir də təkan lazımdır adama. Ona görə deməyin ki, ay o elədi, mən eləyəmədim. Yox. İnanın ki, hamı hər şeyi bacarar istəsə. Əsas istəməkdir. Nəysə, bugünkü motivasiyanı da verdim, geymişimi görüb. Üstünə də eyni şəkildə bayaqki kimi kənarına elədiyim kimi kremi sıxdım. Yenə bu alət yardımı ilə yaxşıca sıvıyıram. Və tortumun üzəri, kənarları belə bir şəkildə alındı. İndi qoyuram soyuducuya yenə biraz üzünü tutsun. Ona qədər də həm o şəkli kəsməliyəm, həm də üzərinə başqa bir dekor düşünmüşdüm əslində. Son anda yadıma düşdü ki, unutmuşam. Onu hazırlamaq fikrim var. Gedirəm onu hazırlamağa. İzomaltdan hazırlayacağım bu arada. İzomaltım az qalıqdırmışa dostlar. Amma daha nə qədər 2 dənə də olsa çıxsa yaxşı olar. Belə rəng tökdüm üstünə. Görək rəngi tuturmu? Ötən səfər rəng döymüşdüm. Rəngi tutmamışdı niyəsə. İndi ərisin. Dedim, anca da olsa tutar rəngi. Bax, iyice danışdım deyə rəngi qəşəng tutası oldu bu səfər. Yəni, ötən səfər mən başa düşmədim, yəni niyə rəngi almadı, amma bu səfər çox, yəni istədiyimdən belə qəşəng bir rəngi alındı. Və belə bir formam var mənim. İllərdir bu forma var. İstifadə eləməmişdim heç. Bugün bundan istifadə edəcəm, onu da hazırlayacağım. İzomaltı, biraz tam ərisin, gözləyirəm hamısı. Əridi və bura əlavə eləyirəm. Vay, ehmalca. 3 dənə də olasıdır hətta. Əla. Və çöplərimi də əlavə eləyirəm. Qurumadan. Çöplərimi yerləşdirdim. Biraz da üzərinə bu ağlardan əlavə eləmək istəyirəm. Və gözləyirəm tamamen soysun. Soyandan sonra formadan çıxardasıyım artıq. Lidin içlər də qurudular. Çox qəşəng gördüyünüz kimi. Çıxardıram formadan rahat bir şəkildə çıxır silikon olduğuna görə.
Və burada bunları da kəsdim, amma bəzəməyə vaxtım yoxdur, çünki qaçıram aydan götürməyə, aydan götürüb gələndən sonra bəzəmə işləminə davam eləyəsi yox. Dostlar, mən gəldim, aydan götürdüm, sağ olsun ayda yoxladı, yoxlayır lazımdır. Dedim qoy oyanana qədər hazırlayayım, yoxsa oyanandan sonra konsert olasın. Və bunu nətərə yapışdırmaq olar sizə onu göstərəcəm. Əslində bunu nətərə eləyirlər? Belə götürürlər, arxasına belə çöpdən olsun, böyüksə daha böyüyündən belə yerləşdirirlər. Daha doğrusu üstünə belə ağ şokolad, əgər ağırsa təbii ki, ağ şokolad əlavə eləyirlər. Daha sonra bu yapışdırırlar, şokolad onu saxlayır. Amma məndə şokolad yoxdur və çözüm olaraq nə tapdım? Görüyorsunuz şimdi durur, geçenç və indi bu çözümü sizdən bölüşəsiyəm. Deməli, bunun kənarlarından kəsdiklərimi atmıram. Belə götürürəm birazca, baxıram ölçüsünə uyğun deyilsə biraz bölüm başı kəsirəm ki, daha səliqəli olsun. Və bunun bir üzünə birazcık krem sürtürəm. Krem də elə buradadır. Belə krem sürtdüm. Və deyək ki, bunu bura tuttururam və bunu yapışdırıram belə. Biraz belə əlimlə möhkəm basıb saxlayıram. Daha sonra kremi götürmək olar. Və tam quruduqdan sonra hələ qurumuydu, yenə tutur. Bu şəkildə istifadə edə bilərsiniz. Sizdə ağlınızda bulunsun nə deyirlər. İndi digərlərində eyni formada hazırlayıram. Tortumun kənarlarını belə kremlə azıcıq bəzədim. İndi üst hissəsini bəzəməyə keçirəm. Arxadan işıq düşür deyə çöp olduğu gözlənir, amma o birisi çevirəndən sonra heç nə gözləməyəcək. Yəni darıxmayın. Hiçbir qorxusu yoxdur, qəti qorxusu yoxdur demirəm demiş. Az qala edin İslam'ı. Onu duydum, çok işince alıntılar həqiqətən. Ve dostlar, tortumuz hazırdı. Biraz dnüm rождения da var idi bu şəkillərin içərisində. Onun qarşısına belə yapışdırmaq istedim. Kənarlarını da biraz ön tərəfini bəzədim. Arxa tərəfini bəzəməmişəm. O həmişə yolka bəzəyib önün bazıyırıq, arxasını bəzəmirik. Toşunu ondan eləmişəm. Yəni arxa tərəflərini elə bir bəzəməmişim. Əsas önüdür və üzərinə biraz yenə burada biraz zərlərdən tökdüm ki, biraz parıllasın. Yəni mənim ürəyim getdi şəxsən tortdan ötürü. Yəni Esra görəndə yumalanasıdır. Söz nəsə mənasında. Möhtəşəmdir, həqiqətən. Özüm elədim deyə demirəm. Həqiqətən yəni belə qız şeylərindən çox xoşum gəlir. İstəsəniz oğlan uşaqlarına belə çox bəzəkli düzəkli şeylər tapmısan, amma qız şeylərinə ötürü belə fərqli bir şeylər oldu deyə vəbşi ürəyim geyir. Sizcə nətər oldu? İndi kəsəndə içərisində sizə göstərərəm və bunu mən bu gün gizlətməliyəm yenə. Xaldinikdə gizlətməliyəm təbii ki, amma bu gün Esranı gərək qoymayım xaldinikə gizlin. Çünki axşam yatmayıb gecə saat 12-də uşaqları bəzəməyəsiyəm, evi bəzəyəsiyəm, uşaqlar görməsinlər deyə. Səhər istəyəm sürpriz eləyim, yəni axşam yatanda heç nə olmamışsın, səhər yuxuduğunda hər şey olmuş olsun kimi. Ona görə gərək Esranı məni qoxnaya buraxmayayım mən. Yaxşısı budur. Gecə mesaisindən xoş gəlmişsiniz adamsınız. Yorulmuşam, qəşək səsimdən də hissə qəşək yuxum gəlir. Amma Esra'nı yatdıranda, yəni aydan yatdıranda Esra da yanında güya düşünmüşdüm ki, səhər durub eləyirəm. Esra bəs yatdıranda mənə dedi ki, mama padarkalarımı şarkıların yanına qoyasan yaxşı, mən səhər duranda götürüm. Bu sözdən sonra mən içinə qədər yorğun olsun, yatmaq istəmədim ki, gəldim, qoyu şarik şişirdim, hədiyələri böyrünə qoyum, səhər yuxudan duranda sevinsin. Nəysə, başlayaq işə, yuxum tücürcəyim yatan vaxtında. Bəli dostlar, və fotozonamız hazırdır. Bəzədim o 2 dənəsini ilə bunu bir yığdım. Digərləri indi vardan astım. Üstünə belə bantlar, lentlər astım ki, biraz daha şey olsun. Ben şişirdim. Ay aman Allah, minnətdarıq. Böyük əziyyət huzdan ötürü. Səsim çıxmır, mən abdurcu sönmüşüm. Belə qəşəng oldu mu? Ben şişirdim diye. Ay sağ ol. Sağ ol deyin. Esra xanımın hədiyəsini də belə poçetə qoydum. Akvagirim olmuşam bir dənə. Bir də o yumru, yəni fırlanan
mahnı oxuyan şeyi biraz əvvəl göstərdiyim. İndi onu da buna qoyasıyam. Bunu cizət istəyim hələ ki. Hədiyələri sırada qoymayasıyım. Yəni səhər yuxuda duran kimi açmasından çıxarına. Ona görə biraz intisatı saxlamaq istəyim Esra'nın. Ona görə qaldırım yuxarı hələ ki. Öldü. Мама, ты знаешь, какую я хочу игрушку? Я хочу вот эту белую Человека-паука. Ay, ладно. Təbrik edin Esra'nı. Что желаешь, Esra? Много денег. Еще что? Деньги я особенно люблю. Я тоже, Esra. Еще лабубу много. О, хорошо, что много лабубу, а то у меня остановился, я не могу найти. Ты тоже То поздравишь? там, то тут. Скажи поздравляю. Поцелуй. Поцелуy. Utandı. Esra Pünhan'a demişəm ki, düşməyin aşağı, sürpriz hazırlayayım sənə zat deyən dedi də otururlar orada. Oturun, gəlməyəsiniz. Зайки мои! С днем рождения, Esra. Эсечка, с днем рождения. Я хочу один чай. Oh, ты любишь Esra, да? Молодцы. Все şəkillər bizi çəkdi, dur. Можно, götür. А мне? Pünhan qaçdı, bizdən bir dənə şəkil çəkdi. Я знаю. Çene paşkanın təpəsini qopardınız. Тебе тоже можно, Esra. Все, fəaliyyətimiz bundan ibarət idi. Листочки съедобные. Да, сейчас səsi batırdı уже. А тут Güvəndə o şaşıracaq bir də. А тут что? Ailə, bax bu qız o qədər ağladım və saçları udum səni. Axı da Pünhan'dım, sən açın, otdu kek ver bir də. Deyəsin. Тебе понравилось, Esra? Да. Твой тортик красивый, да? Ага. И кексики тоже Еще красивые. сегодня нам папа тебе и мне повезет подарок. Да, обязательно. Вы знаете, почему папа уезжает? Потому что он нам повезет подарок. Это я сразу понял. Sən o səsin nədir? Sögəlində tortumuzu. Şam üfürməmişik, Esra, çişimdə üfür. Давайте поем. С днем рождения, Esra. Happy birthday. Birthday, Esra. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Давай. Кругляшки. Сейчас я резаю дамочки. Я рисовать я-то буду. На, именинница. Подарка. Padahatta. Какой-то еще. Bu da tortumuzun içərisi dostlar. Bu bənövşə hissələri çox bəlli olmadı deyim kimi. Az-maz seçilir, amma yəni fərqində olmayan və adamdan ötürü çox da bəlli olmur. Amma bəlkə də bu korjik ağ olsaydı daha çox bəlli olardı. Çox nətər dadı əsəcəlisrə. Güzeldi. Gözəldir. Ты тоже güzelsən, знаешь. Nuş olsun. Be, konsert deyil burada. Mənim konsertim, amma bundan sonra başlayırlar, siz bilmirsiniz. Ay Allah. Tortun dadına baxdım. Həqiqətən əsgər demiş, gözəldir. Dostlar. Bu arada bu fiyaliyeti olan yerdə nə dadı inanç bilmirəm amma fərqli bir dad var və qəşəng dadı. Və arasındakı bu konfitür da xüsusi dad verir. Çox qəşəng. Hər inanın ki, yuxudan durub qaçmışdıq söz nəsil mənasında. Yəni şəkillərə fikir versəz, indi yükləyəsiyəm. Gözlərim belə şişdi. Səhər saat 6-dan durdular deyə gözlərimiz belə açılmadı. Pünhan prosto GS idi deyə, səhər tezində işi var idi deyə. Yox da dayanmayasılardı, onlar qoy
təbrik eləyək, 60 eləyək və indi deyirəm Əsra'nın hədiyyəsi verməyə. Evləri biraz yığışdırdım ki, biraz səliqəyə düşsün. Çünki hamısını bitdən eləyəndə yəni aləm bir-birinə dəyir. Ona görə dedim, siz biraz oturun. Bence evləri yığışdırım, sonra davam eləyək. Hissəsi по очереди düzəltmiş. Это подарок для тебя. Ona olacaq. Дай помогу. Иди сюда. Ну как? Güzel geldi. Украшениялар qoyasın buraya yaxşı? Özünə dırmaşmaya yer axtar, tapıb taxır. Yumalanacaqsın aynı orada. Эсра, смотри, что здесь. Ты знаешь, что? Нет. Это аквагрим. Başladı problem. Aslında yerdə sakin ol, bir ay var hala. Saat alarıq da ya. Akvagrimin içindən əməli başlı şeylər çıxdı belə. Fərqli soğanlıqlar olsun, qaşlar olsun. Böyle şeyler. Сейчас давай делаем. Ой, какая ты красивая стала. Закрой глаза. Ах ты, бабочка eləmiş oğa dostlar. Bura единорог elədi oğa dostlar. Красотка. Все, yeri. Düşəcək. Bu da beyaz sonra özünə makyaj eləyir. Hər yerincə nəzərlikdir. Özü də ki, мне тоже. Тебе тоже? Üzü içinə yaraşır тебе тоже. Давай тебе тоже сделаем. Артист. Эсточка, с днем рождения. Держи. Это тоже тебе. Зайчик. А это тебе. Это мне. Надо туда подарок aldı. Не могу. Ne şey istiyordu, hoşuma gitti. Bak, şey istiyor, sabahçıka istiyorduk. Alın size sabaka. Как собака. Kocası. Bırak gelsin. Все başla, Allah'ın bulacak. Burayı hanım kuklasında da bir saniye dedi. Öz ağış ya, yedamlama. Sağlık səhkimi. Açık sabah, idana açık sabah. Məsələdir. Hadi. Yedi. Нравится это? Это- Если нравится. На. Neyse, hanım sosu bir sonra evlə Esra təmizlik istəyir. Катя. Да. Bana yemədi ki, düşünmürlə oynayacağım. Это что? Ağzındakı dok bitmiş. Ну, попробуй, да, эсточка? 10 yeri udum sənin. Usta, gəldik Esra xanımlar kimi qeyd etməyə. Biraz da bəzəmişəm Esra xanıma. Esra hamıya ayaq bir dəqiqə qoydular. Esra hamıya göstərir ki, dolumun qaşına bax, üzümündəki qaşa bax. Nə bilim, kalbokkama bax. Не надо так. Что? Orası sokan şey yox. Обязательно сок. Görürəm. Oy, əskər. Əskəri soram deyirlər, niyə çəkmirsən? Əskər çəkiləsi kimi özünü aparmır, dostlar, o görə çəkmirəm. Çək ona fikir verməyəsən. Ay, bax, Esra'nın bacısı. Evi təmizləyib qutardıq ay yerin. De gəlmişik restoranı təmizləyirik. Yumalandın. Təmizlədin? Çisti. Da. Oy Allah ya Rabbim. Ciğer, konuşma sana təmizləməyəcəksən, necəsə.
Ay Allah, uşağımıza. Ay o kadar yok. Değil mi? Güzel. Öpmedi, yüzün dalı yiyip. Gidi. Меня ребенка снимайте, не бойтесь. No. Вот. Поздравление не пропустил. Эсту поздравляли. Все, Кэрон düştü. Почему? Потому что тебя не было. Был бы ты, тебе тоже привезли бы. Ты ушел. Asya düşmüştü öyle mi? Тоже. Tebrik ederler ağaç günümüz А ты münasebetiyle. сказал, что аккуратно Это сделать. свечкaydı. Твое? Мое diyor evde. Sen mayomu öğrensin. Endorfin ne artır? Şinyat yiyip neferin. O da değil ki vermə 5 lira. Özüm yiyirəm. Два куска тебе и два. Durur iş başına. Baba. Это ваза. Это ваза. Понятно? Duruşuyordum ayda. Yatır olsan yerdə anlamıram mən. Все, fəaliyyətimiz bundan ibarət idi. Daha mən yuxum gəlir. Yataq axşam da gec yatmışam. Ev vəziyib. Əməlli yorulmuşam. Biraz çıxaq çöldə gəzək hava. İşıqlıdır əməlli yorulmuşam. Yalan. Svotut ayda. Işıqla olmamdı. Işıqı svotut sürtürüz. Çıxdıq biraz da gəzməyə buralarda. Папа, ты поглядишь. Bu işlər üzürlər. Mən də qoysum girmək istəyirəm. Quşa, eşidəcəm quşa. Abla bir dənə təbii qoy ki yuvalansın. Quşa. Аккуратно, Сарилка. Də, tam dörüçka. Там, кажется, кто-то... Buralarda uşaq hazırlayırlar yaya. Tezliklə yəqin ki açılasıdır. Allah'da qəşəng güllər açıldı, çox qəşəng görsən. O da cəmaət mağnoq. 9 maya gedirik cəmaət. Победа. Biz də elədik. Hər yer şey. Çiçəklərin bizim ağaclarımız çiçəkləməkdi niyəsə. Neyse ki yaxda qəşəng təmiz hava da aldıq. Yorulduq da, istirahət də elədik. Hamısı bir arada eğlendik də, yaxda. Kroliklərimizi də gördük yenə. Yox idi, nə oxuyaq. Azca səssiz yeyişi güya tutası doğuşan. Yuka papa, yuka papa. Azudum. Şeydə buranın şey hava var. Hava sərindir amma çox belə təmiz, sveç hava deyirlər. Xoşnu yəni ondan. Əsil bayram, əsil yay bu havası hiss edirsən düzü soyuq olsa da.
Deń rождения beğendin Esra? Esra, поздравляю тебя, день рождения. Это не твой день рождения, это не твой. Əsr həmişə üçün narazıdır. Hamı ay günündə Əsrə də hədiyyə aldıq. Yenə də Подписывайтесь Молодец, hürmet edemiyor musun? Подписывайтесь на канал и ставьте лайк. da bu videodan sonra patpisatçı olmayan hamı da patpisatçı olur. Çünki Esra xanımın ay günü istəyidi sizdə. Мама, ты красивая, ты сердечко и сейчас Ты видочки. тоже şeydəçka. Ты самая сердечко. Şöyle pakayla. Öpüş gönderin daha bəsdir bugünkü video. Bir saatlik video, bu video olacaq. Я, бля, кругом. Это давай. Пока, пока, пока. Круголя, Не, не пока.